Z1 beraberdir A minus 3 minus 3i ve Z2 beraber 4 plus B plus 1i ədədləri qoşma kompleks ədədlər olarsa, AB hasilini tapın. Qoşma kompleks ədədlərin həqiqi hissələri bərabər olduğundan A bərabər 4, A minus 3 bərabər 4 olacaq. Və xəyali hissələrin həmsalları əks ədədlər olduğundan B plus 1 də 3-ə bərabər olacaq. Buradan A bərabərdir 7, B bərabərdir 2 olar. AB bərabərdir 14. Cavab B. X dəyişənin hansı qiymətlərində mənfi 5x plus 13 ifadəsinin qiyməti 8-dən böyük deyil. Yəni, mənfi 5x plus 13 kiçik bərabərdir 8. Mənfi 5x kiçik bərabərdir mənfi 8. X mənfi 5 daha doğrusu. X böyük bərabərdir 1. Cavab 1 müsbət sonsuzluq. B variantı. A-nın hansı qiymətində x kvadrat çıxılsın 3x plus 2a minus 3 bərabər 0 təninin kökləri qarşılıqlı tərs ədədlər olar. Qarşılıqlı tərs ədədlərin hasili 1 olduğundan və Viet teoreminə görə x1 vur x2 bərabər 2a minus 3'dür. Deməli, bu hasil 1'ə bərabər olmalıdır. Buradan 2a bərabər 4, a bərabər 2 olar. Cavab B. M-in hansı qiymətində A və B vektorları perpendikulyardır? Vektorların perpendikulyar olması üçün onların skalar hasili 0'a bərabər olmalıdır. Yəni 4 vurulsun 1 üstə gəlsin M vurulsun 2 bərabər 0. 2M bərabərdir mənfi 4, M bərabərdir mənfi 2 olar. Cavab B variantı. Tənlər sisteminin sonsuz sayda həlli olarsa A-nı tapın. Xəttli tənlər sistemidir. Bu tənlər sisteminin sonsuz sayda həllinin olması üçün x-in və y-in və sərbəst hədlərin nisbətləri, x və y-in əmsalları nisbəti bərabər olmalı sərbəst hədlərin nisbətinə, yəni 2 bölünsün 3 bərabər olmalıdır. A minus 1 bölünsün A plus 2, o da bərabərdir 4 bölünsün 6 olmalıdır. Buradan 2a plus 4 bərabərdir 3a minus 3. Mənfi a bərabərdir mənfi 7. A bərabərdir 7. Cavab C. X bərabər pi bölü 8 olarsa 1 minus tangis kvadrat x bölünsün 2 tangis x ifadəsinin qiymətini tapın. Tangis 2x bərabər 2 tangis x bölünsün 1 minus tangis kvadrat x olduğundan verilen ifadə 1 bölünsün tangis 2x'e bərabərdir. Deməli 1 bölünsün x-in əvəzinə pi bölü 8 yazsaq tangis 45 dərəcə olacaq. Tangis 45 də 1 olduğundan cavab 1'ə bərabərdir. D variantı. Şəkildə M-in paralel dahisi BM bölünsün NS 3 bölü 5'dir. AMC trapesiyasının sahəsinin ABC'nin sahəsinə nisbətini tapın. Deməli, BN 3x'tir. NS isə 5x'tir. Buradan alır ki, BN'in BS'ye nisbəti 3 bölü 8'dir. Üçbucaq MBN üçbucaq ABC'ye oxşardır. Çünki bucaqlar bərabərdir.
O zaman onların uyğun tərəflər nisbəti 3/8 olduğundan onların sahələr nisbəti SMBN, SABS 9/64 olacaq. Onda deməli MBN-in sahəsi 9K-dır. Ümumi sahə isə 64K-dır. Onda trapesiyanın sahəsi 64K çıxılsın 9K bərabərdir 55K olar. Yəni bu sahə 55K olacaq. Onda soruşulan ifadə, yəni SAMNC-nin SABC-yə nisbəti 55'in 64'e nisbətində olacaq. Cavab C variantı. Kök altında 2x plus 6 çıxılsın. Kök altında x plus 3 bərabər 0 tənliğini həll edin. Kök altında x plus 3'ü ortaq vurub çıxarsaq, alırıq kök altında 2 minus 1 bərabər 0. Təbii ki, burada kök altında x minus 3 bərabər 0 ola bilər. X bərabərdir 3. Daha doğrusu burada plusdur. X bərabərdir mənfi 3 olacaq. Cavab B variantı. Bərabər tərəfli üçbucağın daxilindəki nöqtədən tərəflərə qədər məsafələr 2 kök 3, 3 kök 3 və 4 kök 3 olarsa, bu üçbucağın perimetrini tapın. Biz bilirik ki, bərabər tərəfli üçbucağın daxilindəki nöqtədən tərəflərə qədər məsafələrin cəmi onun hündürlüyünə bərabərdir. 2 kök 3 plus 3 kök 3 plus 4 kök 3 bərabərdir H. H isə A kök 3 bölü 2'dir. 9 kök 3 bərabərdir A kök 3 bölü 2. A bərabərdir 18. Deməli, üçbucağın tərəfi 18'dirsə, perimetri 3A olduğundan 54 olacaq. Y variantı. X, Y müstəvisinə nəzərən A2 mənfi 4, 3 nöqtəsinə simmetrik olan nöqtənin koordinatlarını tapın. X, Y müstəvisinə nəzərən simmetriyada nöqtənin X və Y olduğu kimi qalır. Üçüncü koordinat isə əksinə dəyişir. Yəni, olacaq 2 mənfi 4 və mənfi 3. 2 mənfi 4 və mənfi 3 variantı D bəndindədir. Cavab D'dir. A bölüsü B bərabərdir 2 bölü 3, B bölüsü C bərabər 3'də 1 və C minus 2A minus B bərabər 3 olarsa, C minus 3A ifadəsinin qiymətini tapın. A bölüsü B bərabərdir 2 bölü 3, B bölüsü C 1 bölü 3 olduğundan bu ifadələri biz bu şəkildə yaza bilərik. Deməli, daha doğrusu burada B'nin qiymətini dəyişək. Çünki B burada 3K'dır. 3 bölünsün 9 kimi yaza bilərik. Deməli, A 2x'dir. B 3x'dir. C isə 9x'dir. Onda 9x çıxılsın 4x çıxılsın. Yəni bu ifadəni yazıram. Çıxılsın 3x bərabərdir 3. 2x bərabərdir 3. X bərabər 1,5. Bizdən soruşulur C çıxılsın 3A, yəni 9x çıxılsın 6x. Yəni 3x o da olacaq 4,5. Cavab C variantı. Tərəfi 4 kök 3 cm olan bərabər tərəfli üçbucağın hündürlüyü ətrafında fırlanmasından alınan fiqurun həcmi neçə kub santimetr olar? Bərabər tərəfli üçbucağın hündürlüyü ətrafında fırlanmasından alınan fiqur konusdur.
və konusun həcmi 3/1 pi r kvadratı h-ə bərabərdir. Deməli bizə konus üçbucağın burada hündürlüyü lazım olacaq. Hündürlük üçbucaqda a kök 3 bölü 2'dir. Yəni 4 kök 3 kök 3 bölü 2. On iki bölü 2 bərabərdir 6'dır. Hündürlük 6'dır. Radius 2 kök altı 3 olacaq. Çünki tərəf 4 kök altı 3'dür. Onda həcm düsturumuz olacaq, həcm olacaq bərabərdir 3/1 pi konusun r kvadratı, yəni 12 konusun hündürlük 6. Çarparsaq cavab 24 pi. D variantı. 3 üstü x minus 1 bərabər loqaritm 2 əsasdan 125 vurulsun 5 əsasdan 8 tənliyini həll edin. 3 üstü x minus 1 bərabərdir loqaritma 2 əsasdan 5'in kubu vurulsun 5 əsasdan 2'nin kubu bərabərdir. 3'ləri qabağa yazsaq loqaritmanın xassəsinə görə olacaq 9 vurulsun loqaritma 2 əsasdan 5 vurulsun 5 əsasdan 2. 2 əsasdan 5 və 5 əsasdan 2 qarşılıqlı tərs ədədlərdir. Bu hasil 1'ə bərabərdir. Onda 3 üstü x minus 1 bərabərdir 3'ün kvadratı. X minus 1 bərabər 2. X bərabər 3 olar. Cavab D variantı. İfadənin ən kiçik qiymətini tapın. Mötərizə daxilindəki ifadə kvadrat 3 həddidir. Bu ifadələrin ən kiçik qiymətini biz tapa bilərik. Birinci ifadədə deməli ən kiçik qiymət yəni o düsturdan da tapa bilərik. 4a seç b kvadrat bölü 4a, yəni 20 çıxılsın 16 bölünsün 4 bərabər 1 olacaq. İkincidə dörd AC olacaq. Deməli 28 çıxılsın 36 bölünsün 4 olacaq mənfi 2. Birinci ifadənin ən kiçik qiyməti 1 olduğundan onun kvadratının ən kiçik qiyməti elə 1 olacaq. İkincidə ən kiçik qiymət mənfi 2 olduğundan kvadratının ən kiçik qiyməti isə 0 olacaq. Çünki mənfi ədəddir. Deməli üstəgəl 3. Bu ifadənin ən kiçik qiyməti 4 olacaq. Cavab D variantı. Diametri AB olan çevrədə AB bərabərdir 6, bucaq A 55, bucaq B 65 olarsa DC-ni tapın. Biz A və C-ni birləşdirsək, deməli C bucağı, AC B bucağı 90 dərəcə olacaq çünki AB diametrdir. B bucağı 65 dərəcə olduğundan bucaq C AB 90 çıxılsın 65 bərabərdir 25 olacaq. Bucaq A 55 olduğundan bucaq CAD 55 çıx 25. Yəni bu isə 25'dir, ümumi 55'dir. Bərabər 30 dərəcə olacaq. Onda üçbucaq ADC-yə görə biz sinuslar terimini yazsaq, DC bölünsün sinus 30 bərabərdir 2R. R bizdə 3'dür. Diametr 6'dır, yəni 6'ya bərabər olacaq.
Buradan da DC bərabərdir 3 olar cavab D variantı. Sadələşdirin. Sürətdəki biz deməli çox həddini vuruqlara ayırmalıyıq. A kvadratı çıxılsın. AB-nin əvəzinə biz mənfi 4AB üstəgəl 3AB yaza bilərik. Yəni parçalama üsulundan istifadə edirik. Yuxarıda qruplaşdırsaq birinci iki toplanandan deməli A-nı vuruşarsaq A minus 4B. Üçüncü və dördüncüdən 3B-ni çıxarsaq A minus 4B. Burada toplamadır. Aşağıda A plus 3B. Deməli surətdə alırıq. A minus 4B vurulsun A plus 3B. A plus 3B ilə ixtisar gedəcək. Qalacaq A minus 4B. Cavab B. Eyni məhsullarla işləyən 24 traktor müəyyən sayını 15 günə şumlaya bilir. Traktorlar sayını 25% artırsaq, həmin sahə neçə günə şumlanar? Deməli, 24-ün 25%-i 6 olacaq. Traktorlar sayını biz 25% artırırıq. Yəni, deməli, traktorlar sayı olacaq 30. 24 traktor 15 günə işi görürsə, 30 traktor X günə görəcək. Deyək ki, təbii ki, traktorların sayı artdıqda günün sayı azalacaq. Yəni, traktorların sayı ilə işin görülmə vaxtı tərs mütənasibdir. O zaman 30x bərabərdir 24 vur 15. X bərabərdir 24 vur 15 böl 30. Olacaq 12. Cavab A variantı. Dairəvi məsəl ətrafında 6 nəfər əyləşib. Onlardan ikisi qızdır. Oğlanların yanaşı oturulması hadisəsinin ehtimalını tapın. Deməli, oğlanlar 4 nəfərdir. Qızlar isə 2 nəfər. Ümumi 6 nəfərin bir məsəl ətrafında əyləşmə üsullarının sayı 5 faktorialdır. Dairəvi məsəl ətrafında n-1 faktorialdan hesablayırıq. Deməli, mümkün halların sayı beş faktorial, yəni 120'dir. Əlverişli halların sayı, deməli, oğlanların yanaşı olması üçün, deməli, biz oğlanları bir götürsək, 4 oğlan bir nəfər kimi baxırıq. Çünki yanaşı olmalıdır. 2 qız, bunlara bir nəfər kimi baxırıq. Onda sanki bunlar 3 nəfərdirlər. 3 nəfərin dairəvi məsəl ətrafında oturması 2 faktorialdır. Vurulsun və olanlar öz aralarında dəyişə bilər. 4 faktorial. Yəni 2 vurulsun 24, yəni 48 olacaq. Deməli, ehtimal 120'də 48, 24'ə ixtisar eləsək, 5'də 2. C variantı. ABCD paraleloqramında A 7-dən böləndir. DC 5, YC 3,
SABC'de 144 varsa SAYCD'ni tapın. Deməli, AY tən böləndir. O zaman bilirik ki, AB BY bərabər olur. Yəni, DC 5'dirsə AB 5'dir. Deməli, BY də 5'dir. YS 3'dür. Ümumi sahə 144'dür. Müxtəlif üsullarla tapa bilərik. Məsələn, ümumi sahəni biz diaqramın köməyi ilə yarı bölə bilərik. 144 bölü 2 72 olar. Və ABY və AYS'nin sahələri hər biri 75'in 3'ə nisbətində olacaq. Yəni 72'ni biz 8'ə bölərik. 5 3 nisbətində 9. Deməli, ABY'nin sahəsi olacaq. SABY olacaq 9 vur 5 45. 144'dən də 45 çıxsaq biz SAYCD'ni tapa bilərik. SAYCD ümumi 144'dür və bura isə 45'dir. Çıxdıq 45'i. Cavab 99 olacaq. A variantı. Sinus 4x üstəgəl sinus 6x bərabər 0 tənliyinin 0 pi bölü 2 parçasındakı həllərinin sayını tapın. Müxtəlif üsullarla yaza bilərik. Cəmi hasil çevirmə üsulundan istifadə edib yazaq. Deməli, sinus alfa plus sinus beta 2 sinus 4x plus 6x bölü 2 olsun. Deməli, kosinus 4x çıx 6x bölü 2 bərabər 0. 2 sinus 5x olsun kosinus x bərabər 0. Buradan sinus 5x bərabər 0 və ya kosinus x bərabər 0 alırıq. 5x bərabərdir pi k. x1 deməli olacaq pi k bölü 5. X bərabərdir ikinci tənlikdən pi bölü 2 plus pn. Yəni bu x2'dir. 0 və pi bölü 2 parçasına düşən həllər deməli x2'dən yalnız pi bölü 2 düşəcək. Bir həll buradan vardır. x1'dən 0 var. Pi bölü 5 var. 2 pi bölü 5 var. Artıq 3 pi bölü 5 pi bölü 2'dən böyükdür. Ona görə olmayacaq. Deməli, bu tənliyin həmin parçada 4 həlli var. Cavab D variantı. M plus M bərabərdir 63 və əbob MN 7 olarsa, MN hasilinin ən böyük qiymətini tapın. Əbob 7'dirsə, deməli M 7x-dir, N 7y şəklindədir. X və Y isə bunların ortaq olmayan sadə vuruqlarının hasilləridir. Deməli, 7x plus 7y bərabərdir 63. X plus Y 9 olacaq. Deməli, X və Y-in biz elə seçməliyik ki, M-in hasili
ən böyük olsun. Burada x ve y'yi biz birbirine daha yakın götürsək, hasil böyük olacaq. Yəni x'i 4, y'yi 5 götürsək, olacaq deməli m 28, n 35. Deməli m'in hasilinin ən böyük qiyməti 28 vur 35 olacaq 980. Cevap Y variantı. İfadəni sadələşdirin. Verilen ifadəni aşağıdaki kimi yazaq. 1 üstəgəl 2 kök hətta 3 üstəgəl 3 çıxılsın 4 kök hətta 3 çıxılsın 1 çıxılsın 2 kök hətta 3 üstəgəl 3 plus 4 kök hətta 3 bərabərdir 4 minus 2 kök hətta 3 çıxılsın 4 plus 2 kök hətta 3 kök hətta 3 minus 1'in kvadratı çıxılsın kök hətta 3 plus 1'in kvadratı bərabər kök hətta 3 minus 1 çıxılsın kök hətta 3 minus 1 cavab mənfi 2 C variantı. Limit ax kvadrat üstəgəl 4x çıx 1 bölünsün bx kvadrat çıx 5 bərabər 4'də 3 və a plus b 28 olarsa a-nı tapın. Deməli, bilirik ki, bu limit sürətlə məxəzi x kvadratına bölsək a böl b-yə bərabər olacaq. A böl b bərabər 3 böl 4. Buradan a bərabər 3k, b bərabər 4k yaza bilərik. 7k bərabər 28, k bərabər 4 olacaq. A bərabərdir 12 olacaq. Cavab 12. Deməli, katetlər 8 və 6-dırsa, hipotenuz kök altı 8'in kvadratı üstəgəl kvadratı bərabərdir. Kök altı 100 10 olacaq. Böyük yanlış bizə baxan tərəf olsun. Katetler 6'sı 8. hipotenuz 10'dur. Deməli, böyük yanlış kvadrat olduğundan onda hündürlük 10 olacaq. Və prizmanın yan səthinin sahəsi S yan P oturacaq H olduğundan düz prizmalar üçün yaxud da P oturacaq L yan til yəni. Onda olacaq 6 plus 8 plus 10 vurulsun 10. Yəni 24 vur 10 olacaq 240. Cavab 240 olacaq. Kvadratın təpəsindən diaqonalına qədər məsafə kök altı 2 cm olarsa, onun perimetrini tapın. Kvadrat çəkək. Kvadratın hər hansı təpə nöqtəsindən diaqonalına qədər məsafə kök altı 2'dir. Bilirik ki, kvadratın diaqonalları perpendikulardır. Onda biz bunu davam etdirsək diaqonal olacaq. Yəni kvadratın diaqonalı 2 kök altı 2 olacaq. Onda tərəf A D böl kök 2 olduğundan 2'ye bərabər olacaq. Perimetr bərabərdir 4'a. O da bərabərdir 8. Cavab 8'dir. Fx funksiyası tək funksiyadır. Fx minus f mənfi x bərabərdir 6x kubu üstəgəl 2x plus a minus 4 olarsa,
f1 üstəgəl a cəmini tapın. fx tək funksiya olduğundan f mənfi x bərabərdir mənfi fx olar. Bunu verilən ifadədə nəzərə alsaq, fx üstəgəl fx bərabərdir 6x kubu üstəgəl 2x plus a minus 4 2fx bərabərdir 6x kubu üstəgəl 2x plus a minus 4 fx bərabərdir 3x kubu üstəgəl x üstəgəl a minus 4 böl 2. Fx tək funksiya olduğundan deməli sərbəst səthi sıfıra bərabər olmalıdır. Deməli a minus 4 sıfır olacaq, a bərabər 4 olacaq. A 4'dürsə artıq funksiya fx 3x kubu üstəgəl x olacaq. Onda f1 4'ə bərabər olacaq. Deməli a da 4'dür, f1 də 4'ə bərabərdir. Cəmi 8 olacaq. Bu ifadə 8'ə bərabər olacaq. Ədədi silsilələr üçün uyğunluğu müəyyən edin. Birinci silsilə üçün biz yaza bilərik ki, deməli A7 bərabərdir A2 plus 5D olduğundan 3 üstəgəl 10 bərabərdir 13 olar. Deməli 1'ə C uyğundur. İkinci silsilə üçün yəni A-in bərabərdir mənfi n plus 5 olduğundan n'in əmsalı biz bilirik ki d-yə bərabərdir. Yəni d mənfi 1'dir. 2'yə d uyğundur. Həm də 2'yə a uyğundur. Çünki a5 sıfır edəcək. Deməli 2'yə d a. 3'ə isə yenə burada n'in əmsalı 3 olduğundan 3-cüyə uyğundur. Həm b, həm də a5 olacaq 16. Yəni n'in yerinə 5 yazsa 16 alırıq. Deməli 3'ə həm də y uyğundur. 1'ə c, 2'yə a-d, 3'ə b, y. Oturacaqları 16 cm və 12 cm olan bərabər yanlı trapesiyanın diaqramları perpendikulardır. Onun sahəsini tapın. Diaqramları perpendikular olan bərabər yanlı trapesiyanın hündürlüyü onun orta xəttinə bərabər olduğundan h bərabərdir 16 plus 12 bölü 2, yəni 14 və sahə bərabərdir orta xətt vur hündürlüyü olduğundan orta xətt də hündürlüyə bərabərdir. Yəni sahə h kvadratına bərabər olacaq. 14 vur 14 bərabərdir 196. Cavab 196'dır. Hesablayın. 3 kosinüs 36 dərəcə, kosinüs 72 dərəcə. Bu ifadəni 2 sinüs 36 dərəcəyə vurub bölsək, aşağıdakı ifadəni alarıq. Deməli, 3 vurulsun 2 sinüs 36 kosinüs 36 vurulsun kosinüs 72 bölünsün 2 sinüs 36 dərəcə. 2 sinüs 36 kosinüs 36 dərəcə eləyəcək sinüs 72 dərəcə. Deməli 3 sinüs 72 dərəcə kosinüs 72 dərəcə. Aşağıda 2 sinüs 36 dərəcə. Yenə yuxarıda biz 2'yə vursaq, daha doğrusu sürət və məxrəci 2'yə vursaq, sürətdə alırıq 3 sinüs 144 dərəcə, yəni sinüs 2 alfanın düsturunu alırıq. Bölünsün 2 sinüs 36 dərəcə, daha doğrusu 4 sinüs 36 dərəcə. Çünki 2'yə vurduq sürət və məxrəci. Sinüs 144 sinüs 36'ya bərabərdir.
çevirmə düsturuna əsasən. Onda alırıq ki, cavab 4'də 3, yəni 0,75'dir. İspat edin ki, ilk n sayda tək natural ədədin cəmi n kvadratına bərabərdir. İlk n sayda tək natural ədədi silsilə əmələ gətirir. Ədədi silsilənin ilk n həddinin cəmi Sn bərabərdir. A1 plus An bölünsün 2 vurulsun n'dir. A1 təbii ki 1'ə bərabərdir. An bərabərdir. A1 plus n minus 1 vur d. Tək natural ədədlərdə təbii ki silsilə fərqi 2'yə bərabərdir. Ona görə də A1 də 1'dir. N minus 1 vurulsun 2 olacaq 2n minus 1. A1'i və An-i cəm düsturunda nəzərə alsaq, onda 1 üstə gəl 2n minus 1 bölü 2 vur n bərabərdir n kvadratı olar. Demək ki, ilk n sayda tək natural ədədin cəmi n kvadratına bərabərdir.